Можно высветить на экран стих Евангелия от Иоанна, 12 глава, 32 стих. Yahyanın İncili 12-ci fəslin 32-ci bəndini ekranda göstərmək olarmı? Иисус говорит: «Ибо когда я буду вознесен от земли, то всех привлеку к себе». Və orada İsa deyir ki, mən yer üzündən göylərə qalxanda hər kəsi özümə cəlb edəcəm. 32 стих. 32-ci bənd. Да. Пускай это останется там. Qoy qalsın bu bənd orada. Мысль такая. Fikrim bundan ibarətdir. Nесколько недель назад, не недель, несколько дней назад, Bir neçə gün qabaq я прочитал одну статью. bir məqaləni oxudum. Да, и эта статья была о женщине-астронавте. O məqalə astronavt qadın barəsində idi. Может быть, вы тоже читали. Сунита Уильямс. Bəlkə də siz də onun barəsində oxumusunuz. Adı Sunita Williams'dır. Читали? Слышали? Oxumusunuzmu, eşitmisinizmi onun barəsində? Да, эта женщина, она работает в НАСА. Və bu xanım NASA şirkətində işləyir. Да, но корни ее из Индии. Ее отец индус. Amma bu xanımın, qadının kökləri Hindistandandır. Да, и ей около 60 лет. Və qadının 60-a yaxın yaşı var. Она побила рекорд. Это женщина, которая провела самое больше часов в космосе. Və bu qadın kosmosda hamıdan çox qalmaqla bir rekorda imza atırdı. 3 раза она летела в космос. 3 dəfə kosmosa uçub. В итоге она была там 600 часов. Və bütün bunların da nəticəsində 600 saata yaxın kosmosda olubdu. И вот в 2024 году Deməli 2024-cü ildə она полетела в космос. o yenidən kosmosa uçur. 60 лет. 60 yaşı var. И планировала, что она там будет всего лишь несколько дней. 2-3 дня. Planına görə cəmi bir neçə gün, 2-3 gün orada qalmağı fikirləşirdi. Но что-то пошло не так. Amma nəsə yolunda getmədi. Что-то сломалось. Nəsə sındı, xarab oldu. И она вынуждена была остаться там 9 месяцев. Və nəticədə məcbur olub 9 ay kosmosda qaldı. И вот только недавно, в декабре, она вернулась. Və bu yaxınlarda dekabr ayında geri qayıtdı. Вот статья о ней, что она там делала 9 месяцев. Və bu məqalə də onun barəsindədir ki, bu qadın 9 ay kosmosda nə işlə məşğul olub. Она пишет, что она начала вести дневник. Və qadın yazır ki, özünə bir gündəlik tutmağa başladı. Она начала смотреть в иллюминатор. Elminatordan baxmağa başladı. Начала заниматься физическими упражнениями. Fiziki məşqlər idman edib. Да, какие-то эксперименты вести. Və hansısa bir eksperimentlər aparıbdır. Но знаете, меня что зацепило? Bilirsizmi mənə Почему я это все говорю? Bilirsiniz nəyə görə bütün bunları danışıram? Кстати, это был заголовок этой статьи. Və bilirsinizmi, həmin məqalənin başlığı bundan ibarət idi. Она говорит, что каждый день она смотрела на Землю, на планету Землю. Qadın deyirdi ki, hər gün yer kürəsinə baxırdı. Она видела контуры стран, контуры материков, океаны видела. Materiklərin, okeanların sərhədlərini görürdü. Она сказала, как же глупо это, абсурдно это, вести войны, конфликты. Və deyir ki, necə də axmaq bir işdir konfliktlər, müharibələr aparmaq. Ведь у нас же одна земля, одна суша. Torpağımız, yer kürəmiz birdir. Один океан, одну воду мы пьем. Və bir sudan içirik, bir okeanımız var. У нас одна атмосфера. Və bir atmosferimiz var. Да, просто нам нужно, человечеству нужно взять время на паузу. Və o deyir И ki, подумать об этом. bəşəriyyət biraz fasilə götürüb bütün bu şeylər barəsində düşünməlidir. И я думал об этом. Və mən də bu barədə düşünürdüm Иногда Бог нас поднимает наверх. ki, bəzən Tanrı bizi yuxarı qaldırır. Да. Бог призывает нас подняться наверх. Tanrı bizi çağırır ki, biz yuxarı qalxaq. Чтобы мы посмотрели на нашу жизнь сверху вниз. Ki, həyatlarımıza yuxarıdan baxaq. И когда смотришь сверху вниз, Və yuxarıdan baxanda ситуация совершенно другая. vəziyyətlər tamam başqa cür И olur. вот этот стих, который мы прочитали. Və bu oxuduğumuz həmən bu bənd И когда я буду вознесен от земли, ki, mən yerdən yuxarı qaldırılsam, то всех привлеку к себе. bütün insanları özümə cəzb edəcək. И этот стих можем по-разному толковать. Və bu bəndi müxtəlif cür şərh etmək olar. Но хочу сказать одну вещь. Amma bir şey demək istəyirəm.
Иисус был вознесен от земли? İsa Məsih yer üzündən göyə qaldırıldı. Был вознесен, да. Qaldırılmışdı, deyilmi? И если Он был вознесен, Əgər o qaldırılmışdısa то мы все привлечены им. və biz də hamımız onun tərəfindən cəzb olunmuşuq Или давайте еще лучше скажу, увлечены им. və daha yaxşı desək, o bizi cəlb edibdir. Да. И если мы все увлечены им, Əgər hamımız onunla məşğuluqsa, ona cəlb olunmuşuqsa, то никаких конфликтов, никаких ссор, никаких zaman- войн heç bir mübahisə, heç bir müharibə не остается места. ki, onların yeri yoxdur. Потому что мы все увлечены им. Çünki o hamımızı cəlb edibdir. Да. И эта женщина сказала, что у нас одна атмосфера, одна суша, Və bu qadın deyirdi один ki, океан. havamız, okeanımız, torpağımız birdir. Я думал, это же слова апостола Павла. Və bu düşünürdüm ki, bu sözlər Həvari Pavelindir. Так много вещей есть, что нас разделяет, правильно? Ki bizi ayıran o qədər şeylər var Можно ki, перечислять и перечислять. və saydıqca sayarıq И на этом строить наши конфликты. və bütün bunların üzərində öz mübahisələrimizi qura bilərik. Но так много есть то, что нас объединяет. Amma eləcə də bizi birləşdirən çoxlu şeylər var. Апостол Павел говорит, у нас один дух, Həvari Pavel deyir ki, ruhumuz birdir. у нас один Отец, Bir atamız var у нас один Господь, və Rəbbimiz də birdir. у нас одно крещение, Bir vəftizimiz у var. нас одна церковь, Kilsəmiz də birdir. у нас одно помазание. Məhsimiz də birdir. Хорошо, вот об этом я хотел с вами Və поделиться. bu barədə sizinlə bölüşmək Для этой istəyirəm. женщины нужно было выйти в космос, чтобы это узнать, познать. Və bu qadın üçün kosmosa qalxmaq lazım idi ki, bütün bu şeyləri başa düşsün. Потом она, когда вернулась, она говорила, что как мало я уделяла время своей семье, своей матери. Və geri